Nə qədər ki, bir ölkənin əməkdar artisti nəvəsinə uşaq pulu ala bilməyən əməkdar artist gedib özünü o cür aparacaq orada. Onu verməz. Pul heç kimi artıqlıq eləmir. Heç kimi. Verməz. Hala yeri gəlmişkən belə deyim, orada mən bugün günorta baxdım ki, göndərmiş, mən bilmirdim ki. Kişi şəxsən İlham Əliyevin adına uydurub muğam oxuyurlar. Həmin o qadın da oxuyur bir ağız. Bir ağızda da bilmirəm. Mən bunları çox da tanımaram. Bir kişi müğənnisindən oxuyurdu. Kişi bu muğamın 1000 il yaşı var, bəlkə də neçə min il yaşı var. Bu muğamların indi boyları var, boyutları var, bilmirəm. Orada indi onu mütəxəssislər bilirlər, muğam biliciləri. Hansı muğamda siz görürsünüz ki, bir şaha, bir padişaha yaltaqlansınlar? Nə bilim, bir şahın, bir padişahın, nə bilim, vəsfinə muğam əsir eləsinlər. Ya muğam zaman zaman bu millətin dərdini aygırıb, dərdini. Muğamı da, meyxananı da, şeiri də, şeiriyyəti də, poeziyanı da, ədəbiyyatı da, sənəti də, sənətkarlığı da, hər şeyi Ali Başkomandan adına, nə bilim, prezident adına, nə bilim, 1-ci xanım, 7-ci xanım adına götürüb bunu yaltaqlıq malzəməsinə çevirərsənsə, uşaq pulu nədir? Sənin gözünü də çıxardacaqlar. Uşaq pulu deməyin. Baxın, had deyirəm olmur, Tərtərdə baş verən nədir? Bu qədər əskərinin başına bu oyunlara açılan millət necə uşaq pulu istəyir? Hardan istəyir və niyə istəyir? Deyirəm, deməyim, olmur. Adam yanır ki, necə ola bilir? Minlərlə əskərinin başına bu oyun açılan millətin uşaq pulu almaq haqqı niyə olsun ki? Əskərinin başına bu oyunlar gətirirlər. Əskərinin qanı tökülən, öldürülən, əzab verilən, nə bilim, bax belə başına oyun açılan, zorlanan, əskəri zorlanan bir millətin uşaq pulu haqqı olar mı, olmaz? O zaman meydana çıxıb onu istəyəcəm. Əvvəl onun haqqını alacaksın, sonra uşağın haqqını istəyəcəksin. Atası, əskər olan atası zorlanan bir kişinin övladına hiçbir dövlətdə, hiçbir hökumətdə, hiçbir yerdə uşaq pulu verməzlər. Atası hələ haqqını alsın. Atası haqqını ala bilməyən uşağa kim haqq tanıyacaq? Tanımaz. Bu da bir millətin, bu millətin içi bilirsən, bu hamı da bunun fərqindədir. Heç kim də özünü sağa sola caydırmasın. Hamı bunun fərqindədir. Ha o zamana kimi ki, o əməkdar artist prezidentin qabağında bu yaltaqlıq müğənni əgər qoşacaqsa, muğamı yaltaqlıq malzəməsinə yox, muğamda Tərtər deyəcək, Tərtərdə zorlanmış əskəri deyəcək. Başına oyun açılmış zabitinin dərdini haykıracaq. O zaman əməkdar artistin də hörməti olacaq. Onun əskərin də haqqı veriləcək. Əskərin övladı da uşaq pulu alacaq. Nə haqqıyla? Kimdir bu uşaq pulu istəyən? Sənin əskərinin, zabitinin başına bu oyun açılan millətə niyə uşaq pulu verilməlidir? Kim verməlidir? Yəni bu qədər, bu şeylər... Bəli, Sərdar bəy. Görünən bu qədər bəlalarımız varkən, dönüb uşaq pulu üzərinə gəlirlər. Nə uşaq pulu? Versin sənə 100 manat uşaq pulu, yarana dərman olacaq. Bir daha deyirəm, bax, bir nənə, oğlu şəhid olmuş nənə, şəhid olub gedib, ya da o müharibədən qayıdıb, veteran 80 manat oğlu alır, 200 manat, nədir, 250 manat anası alır. Bu şəhid, qazinin də 2 övladı, 3 övladı. Versin 100 manat da buna uşaq pulu. Nə olacaq, necə yaşayacaq bu? Dünən dedim, sırağa gün, 3 dənə pomidorun qiyməti 1 manat 90 qəpiy olan ölkədə necə olacaq bu? Yumurtanın qiyməti hər gün yumurtadan tutmuş, ta o gündəlik meyvəsi demə, nə bilim, tərəvəzi demə, produktu demə, yemə ərzağı demə, hər şeyin, hər gün qiyməti artdığı bir ölkədə uşaq pulu sizin haranıza dərman olacaq? Nə istəyirsiniz, nə uşaq pulu deyib durursunuz? Gedin Tərtərin Tərtərdə baş verənlərin haqqını ala bilməyən millətin nə uşaq pulu? Pensiyası da haramdır.
Ondan sonra təqaüd de haramdır, maaşı da haramdır. Bu ölkədə nə müəllim var, nə sənətkar var, nə şair var, nə deputat var, nə nazir var. Və heç kimin də haqqını öldürüb, uşaq pulu, nə uşaq pulu? Gedin əskərinizin sizi sərhəddə qoruyan erməninin qarşısına ölümlə hər gün göz-gözə gələn kişilərin haqqını alır, sonra gəlir uşaq pulu istəyir. Nə uşaq pulu bazlıqdır? Hər yandan baxır, hamı uşaq pulundan danışır. Çünki asaddır, çox asaddır, uşaqlar var. Burada balaca uşaq var, buna pulu. Sənin eşək boyda kişilərin adam yerinə qoymurlar.